problem yoxdur. Dəhşət, həqiqətən halaldır Qarabağa. Evet, Birisi o baskıları qurduqca çox səhv eləməyə başladılar. Və evet, ikinci isə daha yaxşı müdafiə olundu. Həqiqətən insanı yandıran odur ki, səhvlərimizdən qollar yedik. Yəni biri duran top, digəri də sonradan bizim yenə belə deyərsək, bizim öz səhvimizdən. Yəni onların vurduğu qoldan çox bizim səhvlərdən qollar oldu. evet. Canlı yəni paylaşa orada burada tez həmən dostlar hər kəs xoş gəlibdi. Qarabağın qələbəsini qeyd edirik. Əslində buna bənzər bir sürpriz, yəni az da olsa içimdə vardı. Ola bilərmi? Çünki o qolu vurduq. Ondan sonra nəsə ola bilərmi? Bir ümid vardı. Təbii ki, çətin idi. Yəni məncə özümüzün belə inanmaqda çətinlik çəkdiyimiz bir şeydir. E, yəni bu çox asan bir şey deyil. Azərbaycan tarixi üçün böyük bir qələbədir. Bəlkə də son qələbəsi olacaq. Amma yəni bu təbrik edirik. Qarabağı əsas odur ki, əslində ilk öncə mən də o yerə keçmədən öncə Qarabağı təbrik edirəm. Yəni belə bir nəticə gözləmirdik. Elə deyilmi? Evet, tamamıyla yani oyundan əvvəl təbii ki, heç kimin ağlına gələ bilməzdi belə bir nəticə. Hətta bərabərliyi belə biz e, gözləmirdik, gəlin bunu etiraf edək. Amma ilk hissədən sonra bu işartıları Qarabağ verdi. Yəni biz özümüz də burada ilk hissədən sonra fasilədə danışdıq ki, bəli, Qarabağ aqressiv hücum edərsə və eyni zamanda müdafiədə diqqətli olarsa, fikir verirsə son ana qədər komanda müdafiədə diqqətlə oynadı. Son dəqiqələrdə belə Bəhlul Mustafazadənin blok elədiyi toplar var idi. Bəli, bəli. Yəni Və inandıq da. evet, Həqiqətən inandıq da ki, bu uda bilərik, biz qələbə qazana bilərik və oldu yəni. bəli və şükürlər olsun və ilk dəfə onu deyək ki, bu da bir tarixdir. Qarabağ Bəli. Çempionlar Liqası tarixində ilk dəfə də qələbə qazanır. E, Təbrik edirik İlk, komandanı. ilk olaraq istərimiz sonra analizə keçəcəyik. Həqiqətən yəni bu elə bir şeydir ki, bəlkə Azərbaycan tarixində belə rahat-rahat bizim başımıza bir də gəlməyəcək bir şeydir. Yəni buna bənzər qələbələrimiz inşallah çox olar, amma bu bir tarixdir. Kaş ki daha çox belə qələbələrimiz, bu və ya buna bənzər qələbələrimiz olar. Çünki Qarabağ və Qarabağ bu işləri, bu son illər etdikləri, Qurban müəllimin etdikləri təqdir etmək lazımdır. Bəzi şeyləri tənqid etsək də, komandanın bəzi cəhətlərini tənqid etsək də, həqiqətən dəyərli olan çox şey də vardı. Bunu da demək lazımdır. Çünki Qarabağ həqiqətən bu gün Benficanın təbii ki, arxayınlığı var idi. Təbii ki, Benfica belə desək, bəlkə də bu cür bir mübarizə gözləmirdi. Qarabağın bu qədər inamlı oynayacağını gözləmirdi. Amma digər tərəfdənsə Qarabağın Benficaya qarşı oynadığı oyun, qurduğu baskı, inanması və s. bütün bunlar da bu qələbənin əsas amilləridir. Evet. Ə, Ee, Aynı zamanda onu da demək lazımdır ki, biz ilk hissədə bir qədər Kamillə Duran oyununu tənqid elədik. Bildirdik ki, həqiqətən şanslar var idi, fürsətlər düşmüşdü əlinə, amma oyunçu yararlana bilməmişdi. Amma bunun yanında hər ikimiz də oyunçunun potensialı olduğunu qeyd elədik və onun göstərdiyi oyunun əslində ümid verdiyini biz bildirdik. Ona bəli, görə də sağ olsun ki, futbol sözü də sağ olsun ki, ikinci hissədə həqiqətən özünü doğrultdu. Bu səfər əlinə düşən imkanı maksimum istifadə elədi. Yəni bitiricilik dediyim, oyundan əvvəl dediyim kimi o bitiricilik bərpa oyunçu özündə onu e, bərpa etdiyinə görə bəli. nəticədə qolla nəticələndi və çox yerində lazımlı bir qol idi. Onu deyim ki, ikinci sən əvvəlində bu qol bərabərlik qolu gəlməsəydi, burada başqa cürdə danışa bilərdik. Bəli, bəli. Yəni o bərabərlik qolunun gəlməsi, bundan da əlavə Qarabağın ümumiyyətlə qoyduğu mübarizə, bütün bunların da çox rolu vardı. Yəni bu qələbədə məncə mən sizə bir dənə rəy demişdim. Hər kəsin rəyini oxuyacağıq dostlar. Hər kəs xoş gəlibdi. Mən sizə bir cümlə demişdim ki, bizim işimizə Benfica əgər ki arxayın çıxsa, bizim işimizə bu yarayacaqdı. Yadınızdadır?
Değil mi? Yəni bizim işimizə yarayan şeylərdən birisi olacaq ki, Benfica desin ki, biz Qarabağı rahat tutarıq. Yəni bu həqiqətən bizim işimizə yarayacaqdır və Benficanın belə etməsi həqiqətən də bizim işimizə yaradı. Çünki Benfica bizi nə zaman ki düşündü ki, rahat tutacaq, içini çox tez vurdular bu arada. Yəni Değil o mi? ikinci topun ikinci onların qolunun tez gəlməsi çox rahat qol vurdular. Bəlkə də onlar da arxa plana düşündülər ki, biz onsuz da bu oyunu udduq, gəl özümüzü yormayaq, zədə almayaq və s. Elə o düşünmə də bizə qələbəni gətirən amillərdən biridir. Çünki onların o cür düşünməsi, bir mənada mübarizə olaraq daha az mübarizə aparması və bu kimi amillər bizim çox işimizə gəldi məncə. Bəli, yəni hadisələr də əslində hadisələrin ssenarisi ona doğru gedirdi. Yəni Qarabağ oyunun əvvəlində biraz həyəcan var idi. İlk qolu standartdan dediyimiz kimi buraxdı. İkinci qolu öz səhvimizdən buraxdıqdan sonra komandada, yəni rəqib komandada arxayınlaşma bir qədər də sanki çoxaldı və onun nəticəsində Qarabağ yaxşı ki ilk hissədə dərhal cəzalandırdı rəqibi. Yəni ilk qolu vurmağımız komandada önünü Bəli, o ilk qol gec gəlsəydi, Bəli, həqiqətən insana bəlkə də belə qeyri-adi gəlir. Çox fərqli şeylərdən danışa bilərdik. Onların o inamının artması bizə çox fərqli şeylərdən danışdıra bilərdi. Amma işte onlar o tez gəlməsi, sonra bizim inamlı oyunumuz və sonrasında Qarabağın o basqını sürdü. Məncə ən bu oyunun kilidi biz müdafiədə yaxşı olduq. Bunu da demək lazımdır. Amma digər tərəfdən artıq o onların o rahat hərəkət eləyəcəyi yerləri vermədik. Biz o hərəkət eləyəcəyi yerləri vermədiyimiz üçün də rəqib artıq rahat oyun qura bilmirdi. Və geridən 2-2 olduqdan sonra da xüsusilə istəyirdilər ki, geridən oyun qursalar, onu da edə bilmirdilər. Yəni bu nüanslar da var. bəli. Və dostlar, yayımı hazırda 136 nəfər insan izləyir təxminən və hər birinizdən xahiş edirik ki, yayımı bəyənəsəniz və imkan daxilində paylaşsanız, buna şad olarıq. Təşəkkür edirik əvvəlcədən yayımı Bəli dostlar, bəyənəsəniz. bəyənməyi və paylaşmağı unutmayın. Çünki bizim yayınlarımız, oyun sonu, rəqib analizlərimiz hamısı davam eləyir. Hamısı da olacaq. Bundan daha çoxu olacaqdır inşallah. Sizin rəyləriniz, sizin fikirləriniz bizim üçün çox önəmlidir. Siz də bunları davam etdirin dostlar. Bəyənib və kanala abunə olmağı unutmayın. Mən gəlin bir neçə statistik elə Sofanın analizlərindən başlayacağam və ondan sonra Matskolikə bir neçə nüansa nəzər salacağıq. Fikirlərimizi ilk olaraq hisslərimizi bölüşdük əslində və bir neçə nüansa nəzər saldıq. Burada çox maraqlı şəkildə rəqibin ən güclü bir neçə oyunçusunun bu qədər zəif çıxış etməsi də çox maraqlıdır. Yəni bu oyun etibarilə indi ona gələcəyəm. Bir saniyə. Məncə Sudakov da yaxşı oynaya bilmədi. Yəni Sudakovu yaxşı Bəli, bağladı. Çünki oyun bəli. quruculardan biridir Sudakov və o oyun quruculara imkan vermədiyində o oyunu oynaya bilmirlər və bu bizim işimizə təbii ki gəldi. Yəni bunu edə bilməyimiz təbii ki bizim işimizə gəldi. Dostlar, hər kəs xoş gəlibdi. Yəni Qarabağda Yankoviç oyuna çıxana qədər ən yaxşılardan idi. Digər tərəfdən rəqibdə qol vuran Barança yaxdı, amma Rios məsələn ən təhlükəli oyunculardan biri Riosun çox momenti olmadı. Çox təhlükəli moment yarada bilmədi. Bəli dostlar, siz də xoş gəlmisiniz. Sizin rəylərinizdən də biraz bəzi şeylər oxuyaq. Elə deyilmi? Görək bizim izləyicilərimizin düşüncələri nədir? Dostlar, sizə 2-2-də var cüzləri ilə gəldilər. Arxada çox boşluq verdi. Kaşuk da o səvə girdi. Yəni mən əslində Qurban müəllimdən Kaşuk dəyişikliyi gözləmirdim. Siz gözləyirsiniz Samir bəy? Bəli, gözləyirdim çünki əvvəl də qeyd etdiyimiz kimi heyət biraz kəsatdı bizdə. Ona görə hücumda başqa bir alternativ yox idi. Ondan əvvəl də gördüyünüz kimi Attay oyuna daxil olmuşdu. Yalnız yəni hücum oyunçusu olaraq yalnız Kaşuk qalırdı. Ya bəli, sadəcə mən yəni Qarabağın biraz daha defansiv oynayacağını gözlədim. Kaşuk dəyişdiyini gözləmirdim. Kadini mərkəzə çəkdi. Yankovicin zədələnməyinə görə. Yankovicin zədələnməsindən sonra mən ondan açığı biraz qorxdum. Çünki Kadi oyun qurmada yaxşı oyunçu deyil. Yəni bu məncə etiraf eləyə bilərik. Orada top Amma daha əvvəl bitirmələrindən də Qurban müəllim daha əvvəl də onu istifadə edib deyə artıq onun B planı olaraq onu o cür istifadə edir. B plan kimi istifadə etsə bilmirəm. Mən Kaşukun plus keçənki performansları, ümumiyyətlə Qarabağın ikinci heyətindən çıxdığı oyunlardakı performansları mənə Kaşukun bu oyunda yəni forma almasının belə çətin olduğunu yəni dedi.
Dediyim kimi, düşündürür. Şeyin bəy, heyət kəsatdı bizdə. Qurban müəllim Heyət mövzusunu kəsat. tutmadı. Eynən, heyət kəsatdı və bu heyət kəsatlığı bizim elə başımıza bəla olacaq şeylərdən, amillərdən biridir. Nə qədər də Bəli. Benfica-na qarşı qalib gəlsək də, amma heyət kəsatlığı bizim ən böyük problemlərimizdən biridir. E, Digər tərəfdən maraqlı budur ki, yəni bizim bu oyunu təbii ki, qazanmamızda rol oynayan çox şey var. Bu nüanslardan çox məncə maraqlı nüanslardan biri də odur ki, rəqib rəqibin çoxlu nədir? Qapıya zərbəsi olmadı. Yəni rəqibin əgər qapıya zərbəsi çox olsa, biraz daha fərqli olardı məncə. Yəni o qapıya zərbələrə də imkan vermədik. Hətta bu statistiki bunların şeylərdir də. Süper Məncə Lig'de Lyon biri qapıya zərbələr oldu, olmalı. Onun yarısını biz gördük, qeyri-dəqiq zərbələr oldu. Yəni qapıdan bir qədər yuxarıda zərbələr oldu. Amma digər zərbələr isə bizim müdafiəçilərimiz, xüsusən də Bəhlul yaxşı blok elədi. E, Yəni ikinci hissədə Yox, yaxşı blok elədik. Yaxşı blok elədik. Yəni o keçidlərə imkan vermədik, yaxşı bağladıq. Zərbə momentlərinə, zərbə mövqeyinə çıxsalar belə o zərbəni vurmalarına imkan vermədik. Yəni bu çox önəmli idi məncə. Yəni bunu edə bildiyimiz, etdiyimiz üçün də yəni Qarabağın əslində bu gün məsələn bir saniyə şutlarda bir şey olur, bir dənə statistika olur. Toplam statistikdə 14 zərbə var. Sadəcə bloklanan zərbələr görmək istirdim. Live score-da olmalıdır da. Bayağı bloklanan zərbələri var onların. Məsələn, yəni o mən də zərbələri bloklamaq önəmli idi. bəs mən də onu deyirəm də, Block yəni shots 6 dənə bloklanan zərbəsi var. Yəni bu bax, çox yaxşı. bəli, yəni bəs mən də onu deyirəm ki, onların zərbələri oldu, sadəcə bizim komandanın yaxşı ki, blok elədiyi zərbələr çox oldu. Bəli, o bloklanan Yəni zərbələr oyunun kilit amillərindən biridir. Bəli, Sırf yəni bu futbol belə bir oyundur da. Yəni rəqib vurur, o topun qapıya gedəcəyi önəmlidir. Top qapıya nə cür gedəcək, gedəcəkmi? Yəni belə bir oyundur. Yəni biz bu günlər o topları blok elədik deyə və öz toplarımızı da qola çevirdik deyə qalib gəldik. Təbii ki, yəni təbii ki, o işin bir tərəfi, digər tərəfi isə məncə yəni ona hazırlaşmış olmaqdır. Yəni biri var ki, o Əlbəttə, necə deyək, necə gəldi oynayırsan, biri də var ki, əslində əlbəttə, əlbəttə. o zərbə momentlərinə imkan vermirlər. Mən Riosu deyirdim çox təhlükə olduğunu sən uzaqdan zərbələrdə, amma Riosun bir dənə momenti oldu, orada belə qol vurmaq istədi. Yəni e, bunların yaxşı qarşısını almağımız önəmli idi. Ondan əlavə fikir verdinizsə, oyun ərzində statistikanı paylaşırdılar. Qarabağın ötürmə dəqiqliyində rəqibi üstələyirdi. İstər ötürmə sayı olsun, istərsə də ötürmələrin dəqiqliyi olsun, Qarabağın üstünlüyü var idi. Onlara baxaq. Benfica Qarabağ isabətli, başarılı pas 408, 800 pas başarısı oxşardı. Onlar sonlarda çox pas oynadılar deyə biraz daha Axır-axırda keçdilər. bəli, axır-axırda. Axır-axırda keçdilər. Amma burada bir neçə nüans vardı əslində. Onlara da yenə baxa bilərik. Şutlar da ağlı baxdıq şutlarla. Hə, şutlarda hardan zərbə endirmələridir. Məsələn, Benfica-nın qapı ağzına çox zərbəsi var. Qapı ağzına çox zərbəsi var, amma o zərbələrin qarşısı alına bildi. Başqa bir iki nüansa da baxacaqdım. Hücum olaraq deyildi ki, çox istifadə etdilər. Bütün iki hissənin yəni bu Qarabağın buna da əslində birinci hissə məncə Qarabağ yaxşı görsənmirdi o hücum yönlərində, rəqibin hücumlarını almaqda. Xüsusən də təbii ki, o iki qolun erkən gəlməsi də vardı, amma ikinci hissə həqiqətən bunları çox görmədik. Yəni rəqibi yaxşı bağladı. Medinanın o bağlaması, digər tərəfdən aday girdikdən sonra kömək eləməsi də önəmli idi, geriyə gəlib kömək eləməsi. Yəni bu kimi nüansların da məncə çox rolu oldu. Ümumiyyətlə mən bir söz deyim, həmişə bunu demək istəmişəm, bu gün burada fürsət varsa deyim. Şəxsən mən Qurban müəllimin yerində olsaydım, Attayını ya müdafiəçi kimi oynadardım, ya da müdafiə milli yarım müdafiəçi kimi. Daha çox oyuncu, daha çox topsuz, daha çox yaxşı oynayır, nəinki topla. Ya mənə əslində nə deyim, mənə belə deyək, çatmayan futbolçular olur bəzən. Yəni tuta bilmirəm də. Yəni qabiliyyət var, hiss edirsən, nəsə var, amma o çıxmır da ortaya. Məsələn, yəni Fenerbahçedə Sen Maksimin var idi keçən il. Məncə istedadlı oyunçu idi açığı. Nə yalan deyim. Amma o bir türlü onu çıxara bilmədilər. Məsələn, topla əslində təhlükəli bir oyunçu idi.
aday da mənə biraz o təsiri bağışlayır. Çünki 1-2 oyunda da liqada falan çox önə çıxmışdı. Hətta Avropada da hansı oyundaydısa çox önə çıxmışdı. Amma o məsələn son pasları ata bilmədik yenə. Məsələn biz orada dördüncünü vura bilərdik. Bir Bəli, momentdə Adayın pasında, bir momentdə sən Yankov yaxşı, Kadinin pasında. Yəni o son yaxşı. pasları atsaq bəlkə də dördüncünü vurmuşduq və bir mənada yəni təbii ki BFK-yə dördüncünü vurmaqdan danışırıq. İnsan çox Şanslar var faydalı idi. Bir epizodda da idi. Kaşuk istifadə edə bilmədi. Hətta iki epizodda Kaşuk istifadə edə bilmədi. Eynən, eynən. Yəni istifadə edə bilmədiyimiz momentlər çox idi. Mən sorğuda hazırlayım. Oyunun ən yaxşısı ilə bağlı. Hətta belə eləyək, bu ekran Siz paylaşmasını onu dayandırım. yazın, mən də burada rəylərə fikir bildirim izləyicilər. Tamam, bəli, siz rəylərə bildirin, mən bir də sorğu hazırlayım. Fiziki cəhətdən zəifdir. Efe Baran yazır ki, Attayda sürət var və fiziki cəhətdən zəifdir. Cinahdan başqa yerdə oynaya bilməz məncə. E, Hardasa demək olar, bəli. E, Dostlar, bunu deyim ki, Samir bəylə yəni biz canlı yayım edirik və sizlər də bu canlı yayımlara qoşula bilərsiniz. Çünki izləyicilərimizdəndir. Sizlərin də canlı yayıma qoşulmanız mümkündür. Gələcəkdə siz də bizim WhatsApp qrupumuza qatılın. İnşallah siz də canlı yayımlarımıza qatıla bilərsiniz. Linkini də WhatsApp qrupunun linkini də atım. İnsanlar girə bilsin. Burada Nezvesni adsız, yəni ləqəbli bir şəxs yazıb ki, nəyə sevinirsiniz? 11 oyuncudan 10 nəfər xaricidir. Braziliyanın 5 liqasının komandasıdır. Əslində elə deyil. Yəni gəlin biraz Elə olsa da sevinirik. Yəni bəli, bu yəni belədir. Neyniyək? elə olsa da Yəni sevinməliyik. Çünki nəyə görə? Çünki bu günləri birincisi 10 oyuncu 11 10 oyuncu 11 nəfərdən 10 oyuncu deyil. Yəni bizim yerli oyunçumuz çoxdur. Ən azından Nəriman var, Musa var, Elvin var, Tural var, Bəhlul var. Yəni kifayət yenə hə, qədər yəni Azərbaycan standartına baxdıqda pis bəli, deyil. Yəni Qarabağın kifayət qədər oyunçularımız var, yerli oyunçular. Ondan da əlavə bu günləri Avropanın, dünyanın bütün klublarında tendensiya budur ki, legioner oyunçular klubda olur. Hətta mənim yadımdadır ki, bir vaxtlar Arsenalın Arsenalın baş məşqçisi var idi, Arsene Wenger. Onun bəli. vaxtlarında belə komandanın 11 oyunçunun yalnız bir nəfəri ingilis idi. Theo Walcott məsələn. Bir nəfər o ingilis. Qalan hər kəs İngiltərə biraz daha təbii ki fərqlidir. Yəni İngiltərəni həqiqətən başqalarından biraz eyni tutmaq olmur, amma hər halda yəni dediyinizə qatılıram. Yəni yəni bu günləri bu müasir futbolda hər bir klubda bu cür tendensiya var. eynən, yəni bu cür tendensiya var və bunun qarşısını almaq da çox rahat-rahat mümkün deyil. Yəni ona bir şey edə bilmirik. Əsasdır ki, yəni dostlar belə bir şey də var da. Yəni bəzən yəni tutam ki elədir. Qarabağ təbii ki daha çox altyapı oyunçusu olmalıdır, amma biz bu gün neyniyək? Yəni onu sevməliyik də. Başqa variant yox. Oyun adamı Bəhluldur sözsüz. Qurban müəllimi ürəkdən təbrik edirəm. Əziyyəti böyükdür. Nə olsun 11-dən 10 xazın. Yəni bəli, bəli, eynən. Əsl o ki oyunun qəhrəmanı Bəhluldur. İndi bunu deyirik insanlara ki, bu qələbəni unudub bir mənalı Kopenhagen oyuna ciddi şəkildə fokuslanmaq olar. Dostlar, bu oyun üçün də mən analiz hazırlamışdım, bilmirəm demişdim. Amma sonradan o videonu seçə bilmədik, amma Kopenhagen oyununu analiz edəcəm. Çünki bu gün Qarabağ uduzsa, hətta belə desək, çox uduzmaq deyil də pis uduzmaqdan qorxurdum. Bəlkə siz də eyni düşüncədəsiniz, elə deyilmi Sami bəy? Bəli, bəli. Yəni qətiyyən heç kimin ağlına gəlmirdi belə bir nəticə. Yəni ona görə də yəni onsuz qorxurdum deyə, yəni bir tərəfdən belə bir həvəssizlik də var idi içimdə, nə yalan deyim. Amma şükür ki Eee, Qarabağ bizi səhv çıxartdı. Cəm bəy, burada bir izləyici yazıb, doğrudan da nəzərimizdən qaçırmışıq. Siz açıqlama qisminə 2-1 yazmısınız. Düz deyil, onu yazmaq lazımdır. Dostlar, bu niyə belə qalıb? Can sağlığı, onu düzəldərik. Üzr istəyirəm. Deməli, yaxşı ki elə şeylər deyirsiniz. Çünki bu bir şey kopyalayıram, düzəldirəm. Ona görə də burada bir-iki nüans bəzən səhv düşə bilir, diqqət etməyə bilir insan. Bir də yayımı həmən ə, başlatmışıq. Ona görə də
yayında bəzi şeylər nəzərdən qaça bilər. Dostlar, hər kəs xoş gəlib. Sizin rəylərinizi də oxuyuruq. Utancaq uşağam. Siz qrupdasınız da Efe Baran, elə deyilmi? İnşallah yəni bir neçə nəfər olacaq, yayınlarımız da olacaq və yaxud da fərqli-fərqli fərqli-fərqli formatlarda danışırıq. Dostlar, WhatsApp qrupuna qoşulmağı unutmayın. Çünki WhatsApp qrupumuz biraz WhatsApp qruplarımız biraz şeydir. WhatsApp qrupunu aktivləşdirək. Sizin də qoşulmağınız önəmlidir WhatsApp qrupumuza. Burada bir nəfər yazır ki, Marko Yankoviç növbəti oyuna zədəli ola ehtimal var. Ehtimal var, zədəli Yəni ola məncə bilər. zədəsi ciddi idi. Yəni çox ciddi deyil böyük ehtimal. İnanmıram 5-6 həftə olsun, amma yəqin ki bir 2 həftəni keçər. Bəli, Elə deyilmi? 1-2 həftə meydanda olmayacağı ehtimalı var. Məncə də zədəli olacaqdır dostlar, böyük ehtimal. Sorğuda da cavab verməyi unutmayın. Sizcə Qarabağın ən yaxşısı kim idi? Rəydə də yaza bilərsiniz bu arada. Sizin düşüncənizdə. Qrupun ən zəifi, qrup deyil ki onsuz da dostlar. Qarabağ 8 oyun oynayacaq. Yəni qrup yoxdur. Qrup zət getdi uje. Bunlar bir saniyə. Hər kəs xoş gəlib dostlar. Bəhlul can qoydu, bəli, boğazım ağrıyır. Mən də çox sevindim. Birə burada indi yayını başlatmaqdan orada oyunun sonunu gözləyirəm deyə baya bir qəribə oldu. Buradan YouTube-u da buradan açaq çünki ekranı paylaşıram. Burada daha çox izlənir. Bəli dostlar, hər kəs xoş gəlibdi. Və mən sorğu da keçirdim. Sorğudakı sizlərin rəylərinə də baxaq. Ən çox Yankoviçi düşünürlər. Maraqlıdır. Bəhlul çox zəifdir. Vandarkid, yəni Silva, bu arada Mateo Silvanı heç yazmamışam. Oyunun ən yaxşılarından biri də Mateo Silva idi, elə deyilmi? Demək olar, bəli. Yəni Mateo Silva da oyuna yəni can qoyanlardan, ən yaxşı təsir bağışlayanlardan biri idi. Twitter hesabımda da bir-iki şeyi nəzərdən keçirirəm. Bravo Qarabağ, bəli. Dostlar, hər kəs xoş gəlibdi. Yayımı bəyənməyi, kanala abunə olmağı unutmayın. Baxaq görək bizim bəli, bizim bu yayımımız da bayağı əslində insana çatıbdır Twitter'da. Kopenhagen Benfica'dan çox güclüdür. Zarafat eləmirsə də yəqin. Sadəcə, yəni bu oyunlar Çempionlar Liqası fərqlidir. Məsələn, çox zəif bir komandaya gedib məğlub ola bilərsən. Bəzi güclü bir komandaya qarşı qələbə qazana bilərsən. Yəni bu fərqlidir. Tutalım ki, bilmirəm, Real Madridin Çempionlar Liqasını aldığı il Real Madrid getdi şeyə uduzdu. Şerifə uduzdu. Şerif Tiraspola uduzdu. Ondan sonra getdi Çempionlar Liqasını aldı. Yəni biraz Çempionlar Liqası həqiqətən fərqlidir. Məncə bunu da Qarabağ hiss elədi. Yəni o təzyiq olsun və s. Təbii ki, Qarabağ çox şey düz elədi və Benficanın bu arxayinliyi də bizim çox işimizə yaradı. Onu da demək lazımdır. Yəni. Dostlar, sizin rəylərinizdən Türkiyədən salamlar, muhtəşəmsiz. Sağ olun dostlar. Türkiyədə izləyicilərimiz də təşəkkür edirik. Mesajlara baxıram. O keçəl mənim ürəyimi yerinə Zubir Bəhlul Kadi. Bəli. Mateo Silva da əla oynadı. Bəli, Mateo Silvanı yaddan çıxartdım yazmaq, amma 4 nəfər yaza bilirdi. Sadəcə Mateo Silvanı, bəlkə Kadin yerinə Mateo Silvanı yazmaq olar. Türkiyədən salam və sevgilər. Sizdə qürur duyuruq. Sağ olun. Türkiyədən salamlar. Nə qədər Türkiyədən insan izləyir? Qurban müəllim oyunu öncə bilin, oyuna istədiyi kimi hazırlaşmır. Bəli, yemin edirəm Qalatasaraydan çox daha iyi oynamırsa mən də bir şey bilmiyorum. Türkiyədən izləyənlər var deyə daha yaxşı oynayır. Yəni Qarabağ daha cəsur oynayır. Yəni ən azından Fenerbahçedən daha cəsur oynayır. Beşiktaşdan Bəli. daha cəsur oynayır. Çünki
Beşiktaş öz yerində Şaxtyora qarşı üstünlük qura bilmədi. Nəinki üstünlük qurmaq, pressing edə bilmədi. Yəni ön tərəfdə pressing tətbiq edə bilmədi. Amma Qarabağ təslim olmaması önəmli idi. Məncə Qarabağ bu oyunda 2-dən sonra geri çəkilsə, çox fərqli ssenariya izləyə bilərdik. Biz oyunun əvvəlində də danışmışdıq. Qarabağı qələbə qazandıracaq iki ssenariya var, elə deyilmi Sami? Evet. Birinci, kompakt müdafiə olmaq, amma biraz daha iləridə müdafiə olunmaq. İkinci, ön tərəfdə pressing tətbiq etmək. Bu məmətdə demişdim, Elvinə çox ehtiyac olacaq, çünki Elvinsiz bu oyunlar alınan deyil. Ön tərəfdə baskı alınan Yani deyil. fikir verdiysə Elvin ikinci goldan sonra artıq irəli atılırdı. Yəni əvvəl başlayanda çox da irəli meyllənmirdi. Yox, yəni mən Qarabağın bu oyunu qələbə qazanmaq istəyirsə, Elvini iləridə oynatmalı olduğunu düşünürəm. Yəni Elvin iləridə olmasa bu oyun çətin Qarabağ nəsə qazanardı, qələbə qazanardı. Elvin irəlidə olsa qələbə qazanardı və ə, bu da oldu. Yəni Elvinin irəli getməsi, o hücumlara qoşulmasının çox rolu vardı. Elvinin hətta məsələn maraqlıdır. Qarabağda da elə maraqlılardan biri Elvindir. Fikir verdiysə 2-2-dən sonra Elvin daha çox müdafiəyə e, meyl göstərir, nəinki hücuma. Düzdür. Gəlin bir şeyə baxaq. Elvin yəni təbii ki, standart oyunundan daha çox müdafiədə oynayıb, amma yəni çox topla oynayıbdı ikinci bu rəqib hissədə. Yəni bu çox önəmlidir. O rəqib biz bu nədir? Matchkolikdə ara-ara nəsə səslər gəlir. Deməli, Elvindən sonra biz Leandradəyə baxmışdıq. Leandradenin çox maraqlı idi müdafiədə, hücuma çıxış, hücumdakı topla oynadığı yerlər. Elə deyilmi? Yəni tək bir cinahda oynamamışdı. Digər cinaha getməsi bu rəqib dəngəsini pozmaq üçün önəmlidir və zaten qolu da burada vura bildik. Yəni bu da önəmli idi. Qarabağ, mən sizə oyunun əvvəl demişdim ki, əks hücumlardan çox qorxuram. Küncdən zərbələr. Düzdür, küncdən zərbələr qol vurdular zaten birində. Qarabağın küncdən. Amma biz onlara küncdən zərbələrdən yaxşı əks hücumlar yarada bildik. Yəni bunları işləməsi Qurban müəllimin, yəni bizim gördüklərimizi Qurban müəllimin də görüb bunları yaxşı tətbiq eləməsi həqiqətən təqdirə layiqdir. Yəni. Yəni, onu da demək lazımdır ki, yəqin ki, bundan sonra Qarabağın növbəti mərkəz hücumçusu forvardı yəqin ki, Kamil Duran olacaq. Kamil Duran, yəni məncə yaxşı təsir bağışladı ümumi götürəndə. Təbii ki, o qaçırdığı moment var, pis vuruşları var, amma digər tərəfdən o müdafiə arxasına qaçışlarına çox yaxşı. Bəli, gəncdir hələ, öyrənəcək hələ, artıracaq sözsüz ki. Gəlin bir neçə rəyi oxuyaq. Dostlarımız nə düşünür? Hələ dedik, yemin ediyorum Galatasaray daha iyi oynuyor deyir Türkiyəli izləyici. Bunun arxasında Kopenhagen gəlməyi əla oldu. Bu momentum davam etdi. Məncə də Febaran, yəni bundan yəni bu ideal fikstür deyildi. Qarabağın ümumiyyətlə fiksturu ən çətin fikstürlərdəndir. Bəlkə də 5-likdə də rahat-rahat. Ən çətin PSG-nindir. Amma və burada birinci oyunu qələbə, ikinci oyun arxasında Kopenhagen gəlməsi möhtəşəmdir. Yəni bunu demək lazım. Kopenhagen oyuna baxmışam, indiki Benficadan güclüdür deməzdim o qədər. Bilmirəm. Yəni Kopenhagen həyatı boyu Benficadan rahat-rahat güclü ola bilməz, amma futboldur. Yəni Qarabağ Benficanı udub Kopenhagenə 4-0 da uduza bilər. Yəni futbolda hər şey var. Rios Benficanı məhv elədi. Əsas bu idi. Rios deyəndə, yəni Yəqin məncə rəis demək istəyir. hə? Yəqin rəis demək istəyir. Rəis. Hə, ola bilər. Nə bilim, məncə Richard Rios'dan deyil. Amma ehtimal azdır ona görə deyil. Bilirsən 12-15 xalla filan növbət. Məncə bu biraz tezdir demək. Yəni keçən ildə məsələn neçənci mərhələdə idi? Bodo Glimt'i utduq, amma ondan sonra da bir şey gəlmədi. Yəni disiplin var takımda, taktika keçdi və Qarabağ çox böyük təbrik edirəm. Sağ olun. 25 milyonluq euroluq takımla gerçəkdən böyük bir başarı. Fənər də bu takımı eləmişdi. Gerçəkdən böyük başarı məncə. Yəni təbii ki, böyük başarıdır. Halaldır Qarabağ. Yəni biz yaxşı performans göstərə biləcəyini, mən Qarabağın bizi təəccübləndirə biləcəyinin ehtimalını verirdim, amma bu qədər yaxşı təəccübləndirəcək ehtimalını az verirdim.
Evdəki növbəti qələbə bizə hava su kimi lazımdır. Eyni Qalatasaray 1920 Super Kupa oynamışım. Orada da 9-10 nəfər xarici. Yəni bu normaldır. Salam Hüseyn Rəhimov yadınızda demişdim mən Benfica udurlar siz heç inanmırdınız. Düzdür, inanmırdım. Düzdür, inanmamışam. 3-4 xaricinə Duranın ilk Avropa oyununda düzələr. Qurbandan yaxşı bilsin. Qurban ideal insandır. Yəni bilmirəm o şeyləri, amma yəni Qurban müəllim yaxşı oyun. Mən Benfica uduzmarıq deyəndə hələ tez deyiləm. Efe Baran, yəni burada ekstra səs yoxdur, hər şey ola bilər. Yəni qardaş Qaraman ən böyük sahəsinə qüsuru son nöqtəni qoya bilməkdədir. Yəni biz bu oyundakı kimi şansları dəyərləndirsək, məncə çox şeylər gözləmək olar bizdən. Fənərin intiqamı alındı. Növbəti qələbə olarsa oyunçuların motivasiyası biraz da artar. Növbəti qələbə olsa, yəni düşünəcəyik yəqin ki, ilk 8-dəyə də düşə bilərik. Elə deyilmi? Qarabağ hücumçu alsaydı pulunu çıxartmışdı indi. Almaq Yəni, lazım idi. Almaq lazım. Yəni, bu gün Camilo Duran tutamış 9 nömrə oynadı və zədələndi. Nə olacaq? bəli. Yəni ki, indi bu gün artıq büdcəsinə ən azı 2,5 milyon avro daha əlavə elədi. Yəni möhtəşəm. Maraqlı bir şey burada Bəhlulla Kevin Medran topla oynadığı yerlərə baxın. Biraz daha böyük ekranda gətirək insanların görməsi üçün. Çox maraqlı şəkildə Bəhlul və Kevin Medina yəni təkcə Qarabağın hissəsində deyil, çox önə çıxıblar. Bu Maçkolikin səsinin çox önə çıxıblar. Yəni bu çox mükəmməldir. Qarabağın etdiyi bəlkə də ən yaxşı şeylərdən biridir. Bəhlulla Medinanın oyun qurmada çox rol oynamasıdır. Amma burada Benficanın da çox səhvi var əsl həqiqətdə. Mən sizə nə demişdim? Əgər ki Benfica Qarabağa oyun qurmağa imkan verirsə, Qarabağ oyun qursun yəni geridən. Yadınızdadırmı? Yəni problem yoxdur. Benfica amma əgər ki iləride baskı eləmək istəsə, orada oje cinahlardan oynamaq lazım idi. Yəni bu Benfica oyun qurmağa imkan verdi. Hətta mən deyərəm o 2-2-yə qədər rahat imkan verdi oyun qurmağa Qarabağa. 2-2 olandan sonra oje Qarabağ iləride baskı eləməyə çalışdı. Qarabağ da özdə o baskılardan pis çıxmadı. Qarabağın problemi itirdiyimiz toplar idi, elə deyilmi Sami? Neçə Bəli. neçə amətli top itirdik o çıxarkən. O problemlər. Yəni özü öz səhvimizdən ha, böyük bir təzyiq yox idi. Mən bunu biraz da ilk hissədə yəqin ki onu deyir. İlk hissədə olan səhvlər deyirsiniz də yəqin ki. Mən bunu Bəli. biraz da həyəcanla əlaqələndirirəm. Yəni oyunun əvvəllərində komanda oyunçuları həyəcanlı idi, hətta qapıçı belə. Yəni ilk dəfədir belə turnirdə oyuna çıxırlar. Bəlkə də belə olmalı idi. Normaldır yəni, onu demək istəyirəm. Normaldır, amma məsələn Medinanın itirdiyi toplar, Kadinin itirdiyi toplar, ya bunlar əslində incə nüanslardır. Qarabağ Bəli, bunları bəli. daha yaxşı edə bilər. Baxaq, dostlar, yayını bəyənib kanala abunə olmağı unutmayın. Çünki bu yayınlar bir məndə sizin üçündür və bu yayınlar davam eləyəcək. Daha çox yayınlarımız olacaq. Gələn səfər də inşallah oyun öncəsi yayınımız olacaq, fasilə və oyun sonu yayınlarımız olacaq. Bir ehtimal daha tez yayıma başlarıq. Çünki yayıma tez başlayıb bizim izləyicilərimiz aparırlar. Ona görə bəlkə biraz daha fərqli bir şey də düşünmək olar. Bəlkə gələn dəfə yayımda 4 saat falan əvvəl başlayıb 1-2 saatlıq yayım etmək. Ondan sonra da baxmaq olar vəzdə. Və hətta bəlkə bir neçə izləyici ilə yayım etmək olar. Yəni gedişata görə dəyişmək də olar yəni. Dostlar, WhatsApp qrupumuza da qatılmağı unutmayın. Çünki bizim WhatsApp qrupumuz var və bu WhatsApp qrupumuzda biz futbol müzakirələri edirik. Bu burdadır da, hə. Və daha çox yayınlarımızın xəbərini verəcəyik, ümumiyyətlə video analizlərinin xəbərini verəcəyik və bunlar davam eləyəcəkdir. Bəli. Başqa fərqli performanslardan əslində keçə bilərik. Bu gün Mateus Koxalskini bəyəndinizmi? Sami? Bəli, yəni məncə buraxdığımız qollarda Kovalskinin elə də səhvi yox idi. Digər epizodlarda isə, yəni xüsusən də ikinci hissədə məncə yaxşı təsir bağışlayırdı. Yəni düzdür, elədi. Bir tərəfdən də Bəhlul imkan vermədi ki, top gəlsin Koxalskiyə. Bəli. Amma əsl həqiqətdə demək lazımdır ki, Koxalski məncə çox yaxşı təsir bağışlamadı. Yəni düzdür.
qollarda səhvi olmasa da biraz inamsız oynadı. Bəlkə bunu da indi Çempionlar Liqasının ilk oyunudur. Müəyyən epizodlarda ikinci hissədə, yəni xüsusən də kün zərbələrində də oldu bəzən. İrəli çıxıb topu götürür də özündə inam var idi Koxanskinin. Yəni mən düşünürəm ki, bu qapıçıda mən düşünürəm ki, gələcək var, yəni perspektiv var. Bu qapıçıya inanmaq olar. Tamamilə razıyam. Mənim Qarabağ Koxaskini aldığı ilk oyunda mən gördüm və ondan əvvəl Hə, Buntici görmüşdüm. Ludogorets-də oyunda çox bərbad qollar buraxmışdı. Elə hə. iki oyunda da. Mən Koxaskini ilk oyunda görəndə dedim ki, bu Buntisdən ilk növbədə çox yaxşıdır. Yəni Buntis durmamalıdır qapıda, Koxaski durmalıdır ümumiyyətlə. Amma Qurban müəllim çox dəyişdi. Qapıda çox dəyişiklik etdi. Sonda artıq qərar verdi Koxalski üçün. Yəni məncə qapı ayağından da pis oynamır ha bu arada Koxalski. Bəli, bəli. Sadəcə bir-iki mövqedə Burada o bəli, həyəcana yenildi. Efe Baran da yaxşı qeyd eləyib ki, ötürmələri uzun ötürmələri yaxşı ünvana çatırdı. Bir dəfə Bəli. Attaya yaxşı ötürmə verdi, bir dəfə Qaşuqa yaxşı ötürmələri verir. Yəni dəqiq ötürmələri verir. Bir iki də 2-3 dəfə pas verdi. Bir dəfə Adaya uzaq pas verdi. Bir də Bəli. yəni ümumiyyətlə ayağla pis qapıçı deyil. Bu yəni görmək üçün çox bir şey çox yəni bunu rahatlıqla görmək olur. Pasları da yaxşı. Sadəcə o çıxışlarda biraz daha inamlı olmalıdır. Çünki bir neçə mövqedə, bir neçə momentdə topu çıxıb ala bilərdi. Biraz gözlədi, artıq gec oldu, çıxa bilmədi. Bunu məncə yəni həyəcan da olur, amma düzəltmək lazımdır. Bəhlulun reytinqi niyə bu qədər azdır, hələ də anlamıram. Yəni oyunun ən yaxşılarından idi. Yəni hücumdakı o Bəlkə də aksiyonun Azərbaycanlı da ona görə. maraqlıdır. Yəni Bəhlulun bu qədər oyunun adamı Barneçyan seçib. Barneçyan zaten demişdim ya, bu ümumiyyətlə dəhşət oyunçudur. Amma çox imkan vermədik. Barneçiyə də çox imkan vermədik. Qol vurdu yenə də, amma çox imkan vermədik. Digər tərəfdən çox hücumçu Rəqibdə qol vuran, ikinci qol vuran oyunçu adı yadımdan çıxdı. e, Pavloviç idi, belə bir ad var idi. Yəni o yaxşı oynayırdı. İkinci Pavlidis deyirsən. Pavloviç bəli. Pavlidis Pavlidis dəhşətdir. Pavlidisin aksiyonu baxsaq ümumiyyətlə Haqlı əfsanədir. yerdə bəli. Hər oyunu belədir ha bu arada. Pavlidisin Bəli. topla toxunuşları. Ha bu oyun yaxşı qurtarmışıq. Yəni Fenerbahçe ilə oyununu mən açıq göstərmişdim. Pavlidisin mərkəzdə topla toxunduğu aksiyonlar, yəni bu gün yaxşı qurtarıbdı. Bəli, bəli. Müqayisə üçün Camille Durana baxaq. Camille Duran cinahda toxunubdu, yəni öz yerlərində bir neçə cinahda, bir də hücumda bir topa toxunub. Düzdür, bu gün yaxşı qurtardıq Pavlidisdən. Pavlidis amma Bəli. bu mərkəzdə aldığı topların əksəriyyəti təhlükəli oldu ha. Yəni bunu belə düşünməmək lazımdır. Pavlidisin aldığı toplar, verdiyi ötürmələr hamısı təhlükəli idi yəni. O oyunu açması. Bəli, bəli, elə onu qeyd etmək istəyirəm. Yəni o fərqlənir də. Yaxşı Kutlay məlumatlar. siz Kutlay Türkiyədən izləyicimiz. Siz də izlədinizmi Qarabağ? Qarabağ Kopenhagendən yəni uje iştah var, yəni almaq lazımdır, amma asan olmayacaq təbii ki. Hər oyun çətindir. Mən Qarabağın ən asan rəqibi kimdir? Qarabağın ən asan rəqibi elə Kopenhagendir də, yox. Kopenhagendə Eintracht Frankfurt Ajaxdır. Yəni e, asan rəqib yoxdur. Məncə Kayratla gəlsəydi belə deyə bilməzdik ki, 100% Qarabağ udacaq yəni. Düzdür, izləməmişəm Kayratı, o da işin başqa tərəfi, amma ümumiyyətlə deyirəm yəni. Altay Bəyazov sizə deyim ki, çox hücumçu deyirsiniz. Mən açığı ümumiyyətlə o qədər deyənlərdən deyiləm. Mən deyirəm ki, Qarabağ bir neçə atış transfer etməli idi. Yəni bəziləri üçün Pedro Bikayan məsələn belə deyim də performansı yetə bilər, mənə yetmir, əgər bilmək istəyirsinizsə. Dani Bolt nə qədər yetir bilmirəm. Yəni Camilo Duran yaxşı transferdir. Bunu da demək lazımdır, amma digər oyunçuların çoxusunun performansını hələ görmürük. Yəni 11-ə belə Qurban müəllim nə deyirlər, monte eləyə bilmir oyunçuları. Çünki inanmır. Çünki inanmır. Mən də icazənizlə cavab vereyim Aha. Altay bəyə. Hücumçu ümumiyyətlə vacibdir ki, bugünkü məqamda gördünüz də, yəni
Nəriman yoxdur məsələn, ən azından. Nəriman yoxdur və Kamil Duranın oynamaq məsələsi şans məsələsidir. Yəni onu məcburiyyətdən baş məşqçi oyuna buraxmışdı və ilk hissədə də gördünüz, yəni həyəcan var idi, oyunçuda bitiriciliyi az idi. İkinci hissədə yəqin ki, indi baş məşqçi onunla danışıb biraz özünə gətirib deyə mən düşünürəm ki, onun yaxşı mənada nəticəsi oldu. Yəni olmaya da bilərdi. Və yaxud da sabah birisi gün Kamil Duran zədələnə də bilər. Onda kim olacaq hücumçu? Musa Qurbanlı mı olacaq? Yəni mən düşünürəm ki, Musa Qurbanlı belə Kamil Duranın oynadığı oyunu göstərə bilməz. Yəni mən belə fikirləşirəm. E, Söz yox, bir dəfə oyuna daxil oldu, Fenerbahçe oyunda fərqləndi, amma hələ hər şey demək deyil. Yəni ümumiyyətlə Qarabağın hələ qarşıda ən azı 7 oyunu var səhv eləmirəmsə. Bəli, Yəni 7 oyunumuz var. 8 oyun olur da liqa mərhələsində. Birini oynamışıq, artıq 7 oyun qaldı. 7 oyunda heç kim deyə bilməz ki, hücumçular sığortalı alım zədələnməyəcək. Hər üç hücumçunun üçü də zədələnə bilər. Çünki biz yayımdan əvvəl demişdik, yenə deyirəm. Qarabağ futbolçuları 3 səhvədən mübarizə aparır. Həm Avropada, həm ölkə çempionatında, həm də milli komandada. Ona görə də komandanın mən deyirəm ki, vəzifəsi idi, vəzifə borcu idi ki, hücumçu transfer eləsinlər. Hələ nə yaxşı ki, bu Kamil Duran cinah müdafiəçisi də əslində nə yaxşı ki, hələ mərkəzdə oynaya bilir. Qarabağın bəxti onu da gətirdi ki, mərkəzdə oynaya bilir. Mənim əslində mən nə yalan deyim də hər kəs kimi düşünmürəm də, hər kəsin öz fikri var. Mənim düşüncəm budur ki, Qarabağın problemi, yəni hücumçu alıb almamaqdan çox, yəni biraz yüksək profilə, biraz daha çıxış edə biləcək oyunçular almaq. Bir də Qarabağ özünü şey tutmamalıdır da, Qalatasaray deyil. Yəni Qalatasaraya 5-6 transfer bəs eləyirdi məsələn. Əsl həqiqətdə mən razıyam. Və yaxud da nə bilim dediyimiz kimi Liverpool deyil bu, Barcelona deyil də. Yəni elə bir oturmuş heyəti yoxdur. Yəni indi mən açığı o insanlardan deyiləm. Kaşuk bu gün qol vurdu deyə Kaşuk möhtəşəm oyunçu deyəcək deyiləm. Yəni Kaşuk okey, yaxşı reaksiyadır. Bəlkə də Mən, bundan sonra mən çox başa özünü düşürəm nə demək istəyirsiniz, amma indi Qarabağın yeritdiyi bir dənə taktika var, balans siyasəti. Ona görə müəyyən mənada komandanı başa düşürəm. İndi çox da yüksək səviyyəli maaş alan futbolçusunu gətirmək istəmirlər komandaya ki, komandada olan o maaş balansı pozulmuş olacaq. E, yox. Niyə ki, məsələn, Cənubi Amerikada bu biraz aşağı profilli komandalar da çox oyunçu var. Niyə? Bu arada Benfica son illərdə biraz daha yüksək profilli oyunçular alır ha. Yəni yüksək profil dediyim 20-30 milyonlar verir. Benfica'nın transfer siyasətində 20-30 milyon vermək deyə bir şey olmayıb. Benfica təzə-təzə 20-30 milyon transferə pul verir, yəni bir oyunçuya. Benfica alıbdı 5 milyona, satıbdı 60 milyona. Sporting neçə aldı şeyi? Xatırladınızdır. Gökereşi. Neçə almışdı? 2 milyon almışdı desən. Hardansa, Wolverhampton hardan. Özlər görürlər, bəzən batan oyunçuları da görürlər, tapırlar. Aldı, satdı. 75 milyon, 80 neçəyə satdı Arsenal. Yəni e, bizim məncə Qarabağın ən edəcəyi ən önəmli şey odur ki, hətta bu Azərbaycandakı digər komandaların altyapı yoxdursa, heç olmasa digəri olsun da, daha yaxşı skautinq heyətləri yığıb Cənubi Amerikadan o çıxan oyunçulardan təbii ki biz yəni bir dənə Richard Rios almayacaq böyük ehtimal rahat. Amma yəni biraz daha ona uyğun profillər alsaq, çünki Qarabağ burada biz udduq bu qələbəni qazandı, amma bundan daha böyük uğurlar qazana bilərik. Yəni məsələ budur. Biraz komandada dediyim kimi fərqli düşünürlər. O futbolçudan ilk növbədə yaxşı oyun kimi istifadə edib ondan sonra satmaq fikirləşirlər Qarabağ rəhbərliyi. Bəli. Eynən. Dostlar, link işləmir ki. WhatsApp linki işləyirmi, işləmirmi? Sizdə işləyir. Mən atıram ora. İnsanlar girə bilirmi? Kutlay, WhatsApp qrupumuz var. Ora girə bilərsən. Hətta mən nömrəni yazıram. Siz də qatılın. Çünki türkcə Qalatasaray yayımlarında da Türkiyəli dostlarımızdan qoşulan olsa onlarla da gələcəkdə yayım edəcəyəm. Hə, WhatsApp-da belə bir şey gəlir ki, dəvət ləğv edilib, dəvət keçidi ləğv edildiyi üçün qoşulmaq olmur. Bir, Aa, bir mən də yoxlayım. ha, düz deyirsiniz. Hay hay hay.
Hı. Bu link diye səhv olub o birisi link o zaman. O linki də hər yerə şeylə kopyalamışam. Bu linkdə o zaman öyle değil mi? Ha, okey. Dua edəcəkdi qrupa. Tamam. Buranın linkini atacağım. Bunun da linkini atın hər kəsə. Ha, indi işləyir. Bu səfər hər kəs xoş gəlibdi. Və digər tərəfdən tamam. Bu da qrupda var. Aha, qrup WhatsApp linkini də atdıq. Okey. Arşivi də atdım. Ne değil mi? Arşiv atmadım. Maçkolik'in de linkini atın. Tamam. Pedro Vicaio'nun da yəni bu hit map'i-dən çox mən bunu xoşlayıram. Hit map var o mən çox xoşlamıram. Hansı idi o? Hit map'i mən çox xoşlamıram. Hə, ısı haritasından çox xoşlamıram. Yəni Qarabağın ısı haritası məsələn bu da oxşar şey göstərirdi amma yəni də bu məsələn Benfica ən çox harda oynayıbdı? Bölgələri göstərəcək. Benfica-nı çıxartsaq, Qarabağ ən çox harda oynayıbdı? Qarabağ sol cinaha çox istifadə edibdi. Bir də Bəhlulla müdafiəni çox istifadə edib. Ən çox topla oynadığımız yerlərdir. Qısa haritası da maraqlıdır. Bikayan topla olan bütün meydanı sağdan sola. Yəni Bikayo yəni məncə dediyim kimi bu bir oyunçu daha yüksək performans göstərə bilər, amma məni qane eləmir. Qarabağın bu mənada transfer siyasəti məni qane eləmir. Sadəcə işte Kamil Duranın gəlməsi, Juninho, ondan əvvəl Reynaldo. Qarabağdan isə 9 nömrələr çıxır. Bir şey Yəni, tapırlar oranda. Yəni lazımı transfer edilməsə də, görək də. Şahzadəli olmasın. Bir-iki nüansa da nəzər yetirə bilərik. Bəhlul və Medina tandemi necə işləyir sizcə? məncə bu illəri yaxşıdır, maşallah, göz dəyməsin. Yaxşıdırlar. Hər ikisi yaxşıdır. Yəni ikinci hissədə o üç bucaq qurma olsun, açılma olsun, oyun qurmada bunları yaxşı eləyə bildik, amma ümumiyyətlə yəni bəzən anlaşma problemi olur. Yoxsa da o topu uzaqlaşdıranda, pas atanda. Yadınıza gəlmir oyunun sonlarında topu uzaqlaşdıranda Qarabağda heç kim qaçmır. Qapının ağzında topu atdı, bir də onlar hücum elədi. Yadınızda? Topu atır ki, getsin, bilmirəm, Medina götürsün, ya Bəhlul atır Medina, Medina atır Bəhlul götürsün. Elvin Tural da oyuna girdikdən sonra heç Yəni, kim topu götürmür, bir də başladılar hücum eləməyə. Qapının düz cərimə meydançasının yanında yəni. Maraqlı. Bu gün məni əslində ən yəni təəccübləndirən dəyişikliklərdən birisi Kaşukun oyuna girməsi idi ümumiyyətlə. Kaşukun oyuna girməsi o demək idi ki, yəni qələbə istəyirəm də belə desək məncə. Ya da ki mən qorxmuram. Daha yəni bu ilk dəfə deyil. Qurban müəllimin belə söz var futbolda ki, ən yaxşı müdafiə hücumdur. Yəni ilk dəfə deyil ki, Qurban müəllimdə bunu belə bir gediş görürük. Yəni müdafiəni hücumla yaratmaq istəyir Qarabağ. Hücum quraraq yəni yaratmaq istəyir. Yankovicin yerinə Chris Clark'ı sala bilərdi. Mərkəzi sərt eləyə bilərdi. Kadini 10 nömrədə qala bilərdi, amma elə eləmədi. Kadini çəkdi geri, biraz bəlkə oyun qurmaqda ondan yaxşısı olmayacaqdı da qalan oyunçulardan. İləriyə isə bir dənə hücum profili aldı. Yəni həm Kadi hücuma gedən oyunçudur, həm də Kaşuk da Məncə cinahda oynadı. bunu həm də ona görə elədi ki, Zubir həmin əsnada artıq mərkəzdə oynayırdı. Hücumda mərkəzdə idi Zubir. Attay sol tərəfdə idi. Yəni onların yeri ilə o cür qalsın deyə Kadini geriyə çəkdi məncə Qurban Qurbanov. Bilirik ki, son oyunlarda Zubir artıq mərkəzə doğru dəyişiklik eləyir. Elə Zirə ilə oyunda da mərkəzdə oynayırdı Zubir.
Zubir oynayıbdı. O mərkəzdə 10 nömrəyə yaxın da oynayıbdı. Əslində Zubir o vaxtlarda məncə tam mərkəz oynamır yəni. Zubir biraz mərkəzə gəlir, irəli gedir. Ə, Bəli, bəli. Sağa da gedir. bəli, yəni biraz daha yəni bir neçə oyunçu var mən bəzən deyirəm. Messi, Qalatasarayın Messisi Yunusdur. Yəni hara gəldi özün aparır. Bu Qarabağda bəzən o rolu Bu Zubir günlər üstlənir. oyunun axırlarında Musa Qurbanlı ötürmə verə bilsəydi, Zubir bəlkə də dördüncü gol vuracaqdı. Qabaqda qaçırdı. Eynən. Sağ tərəfdə qaçırdı. Ümumiyyətlə Yaxşı bir. Qarabağın bu o son ötürmələri, son zərbələri məncə düzəlsə, çünki bizim yaratdığımız momentlər Benfica momentlərindən daha təhlükəli idi. Yəni bunu da demək lazımdır. Bilirsiniz niyə düzəlmir? Çünki o oyunçular ehtiyatdan ya zaten Qurban müəllim özü də o ehtiyat oyunçularına çox da güvənmir. Fikir verirsinizsə, yəni keçənləri Qurban müəllim bir ara çox aşırı tənqid olundu ki, dəyişikliyi gec eləyir. Çünki komandanın baş məşqçisi oyunçulara güvənmir. Bilir ki, əsas heyətlə ikinci heyət arasında çox fərq var. Yəni zaten fərqin nə qədər olduğu o həmin oyunçular oyuna girəndə göstərir. Halbuki o bilir ki, ikinci hissədə oyuna girən oyunçular yeni nəfəsdir. Yəni onlar əslində daha yaxşı oyun göstərməlidir. Amma Biraz belə da yəni şəxslər var. mən bu məsələdə Qurban müəllimi açığı tənqid edirəm. Çünki gələn oyunçuları çox rahat monte eləyə bilmir. Bu problem var Qarabağda. Yəni gec oyunçular monte olunur. Tutalım ki, bir oyuncu tutursa belə yəni düzdür. Kamil Duran məsələn gəldi direkt 11 oynayır kimi bir şey hava oldu, amma çox oyuncuda bu olmur. Məsələn Sami Maye rahat-rahat oyuna girə bilmir. Liqa olsun. Chris Kouakou hələ də tam bir şans ala bilmir. Yəni sən dediyin bilmir kimi salsın əslində. Çünki güvənmir oyunçulara. O güvəni də qazana bilmir. Bəlkə də bu biraz da pis transferin nəticəsidir əslində. Yəni pis transfer siyasətini Əlbəttə, əlbəttə bir transfer üç dənə Kamilə Duran kimi oyunçu olsa transferə salar bəlkə də. əlbəttə transferə mən oyunun əvvəlində demişdim, az məbləğ ayrılırlar. Siz belə bir sual vermişdiniz ki, transferlə bağlı belə bir nəsə belə bir sual vermişdiniz. Mən də bildirmişdim ki, o baxır asılıdır ki, komanda transferə nə cür yanaşır, nə qədər pul ayırıb. Yəni burada Elədir. bu önəmli məqamlardır. Elə. Yəni bir Məsəl üçün neçə nəfər. Qarabağ bu illəri məsələn büdcəsən etiraf eləyək ki, yaxşı pullar gətirib də büdcəyə. Bu gün də yaxşı pullar gəldi, özlərinə qismət olsun. Amma fikir verdinizmi Tahir Gözəl nə bildirdi? Bu qayıtdı dedi ki, Yəni bu məbləğ bizim 10 aylıq xərcimizdir. Yəni bu yəni o deməkdir, o ümumiyyətlə deməkdir ki, üzr istəyirəm. Yəni bu o deməkdir ki, gələn il yenə də bizim transfer siyasətimiz belə olacaq. Yəni bizdən çox da belə bir şey deyim, gözləmir. ümumiyyətlə daha çox transfer olmalıdır, daha yaxşı profillərə gedilməlidir. Yəni gəlin rəylərdən bir neçəsi oxuyaq və əsas sonlandıracağam. Görürsən Hı. Bikayonun topla vuruşmanın bütün meydanı düzdür. Bunu dedim. Fenerbahçe heyəti və baş məşqçisi boyuna baxıb dəli olar. Həqiqətən dəli ola bilər yəni. Bikayodan nə gözləyirdin ki, onu görə bilmədim. Maraqlıdır biraz. Yox, mən Bikayodan gözlədiyimi demirəm. Mən ümumiyyətlə demək istəyirəm ki, Qarabağ biraz daha yüksək profilli oyunçulara getməlidir və Bikayonun məncə hələ oturmayıb komanda. Yəni topla çıxışları olsun. Düzdür, ikincisi də dediyim kimi yenə yaxşı təsir bağışlayan biri idi. Biraz da açıq oyunda Pedro Bikayo da pis oyunçu deyildi, amma o rəqib biraz daha adam-adama baskı elədikdə top itirə bilir rahatlıqla, pasda dəqiqlikdə çox da yaxşı deyil və s. Camilo Duran böyükdür John Duran. Ola bilər. Biz ilki 6 ilə oynamamışıq. Bikayo Creso bir yerdə çətin oynasın. Düzdür. Amma onu edə bilərdi məncə Yankovic çıxanda. Yəni 2-6-nı oynamamısa oynada bilərsən də. Yəni bu şeyləri Qurban müəllim edə bilməlidir. Bu maç sonrası puan təxmini dəyişdimi? Abi türkçə yazmaq zorunda qaldım. Mənim Qarabağ üçün puan təxminim təbii ki, dəyişir, amma yəni ölümmü dəyişmir də. Çünki çətindir bu oyunlar bilmək, elə deyilmi Sənan bəy? Üzr istəyirəm, necə fikrim Yəni çətindir dem bilmək. Qarabağ bundan sonra bütün oyunları tutsa bilər. Yəni çox sürpriz bəli, yəni olmaz məncə. proqnoz vermək çətindir, amma bir şey deyim ki, bu oyundan sonra Kopenhagen çəkinəcək bizdən. Yəni əvvəl tutaq ki, 3 xal gözü ilə Təbii ki. baxırdılarsa Bakıdakı oyuna, bundan sonra bir xala da, məsələn, bir xalla da razı olarlar, mən elə fikirləşirəm. Mən hər halda izləyəcəm, amma mənə elə gəlir ki, Kopenhagen böyük ehtimal bizdə müdafiə oynayacaq. Əgər məşqçi dəyişməyibsə, əvvəlki məşqçi çünki çoxdan da izləmirəm, oyunu tam izləyəcəm. Dazonda var.
Chris niyə oynasın ki? Chris oynamalı deyil. Qurban müəllim bu oyunçuları monte eləməlidir ki, rahatlıqla girə bilsinlər. Amma sala bilmir oyuna. Oyunun hər hansı bir mövqeyini. Məsələn, son momentdə tutam ki, deyirəm, Medinanın yerinə salması və yaxud da tutam ki, 3-2-dən sonra deyirəm, bir oyunçu çıxarıb salması. Məsələn, Zubiri çıxarıb bir dənə də beşli müdafiə keçə bilməzdi. Atıram yəni. Məsələ bunlardandır. Qurban oyun açıqlama verir. Açıqlamalara baxmamışam. Düzü o şeyləri gətirmək maraqlı olar, amma mən biraz gecdir. Həm əslində izləyən də belə deyək, çox o qədər çox izləyici olsa biraz daha fərqli planlar düşünərdik. Amma Yəni indi yəqin yekunlaşdırmaq olar. yekunlaşdıracaq bir dənə şeyə baxacaqdım. Elə yox, yox, tamam. Yekunlaşdırmaq olar. Son rəyləri də əslində oxuduq. Ümid edirik ki, Qarabağ bu oyununu davam etdirər və gələcəyə doğru daha inamla irəliləyərik. Sizcə Qarabağın xal təxmini necə olar? Sizin təxmininiz necə olar Qarabağdan? Mən də öz təxminimi deyim. Rəylərdən də oxuyaq, elə bitirək. Bundan sonrakı halda Qarabağ neçə xal toplayar? Eee, Dediyim kimi Toplam xal neçə olar, belə desək də. Yəni 3 xal var. Toplamda 8 ona neçə xal toplayır? zaten mən bilmirəm sizə demişdim ya yox, Püşkatlandan sonra bildirmişdim ki, Qarabağ cəhd eləyərsə və onda transferlər məsələsi hələ bağlanmamışdı da, yəni transfer eləmək şansı var idi Qarabağın. O zaman mən bildirmişdim ki, Qarabağ istəyərsə bu rəqiblərdən bəlkə də 7-8 xal toplaya bilər. Yəni öz əlindədir. Kopenhagendən məsəl üçün 3 xal alsaq, hətta mən oyunda da bildirmişdim ki, Benfica yəni playoff oyunundan sonra bildirmişdim ki, Benficadan səfərdə xal almaq olar. Bir xal mən sözüm düz gözləyirdim. Onsuz da Qarabağın şanslarından biri odur ki, biraz da yəni Benfica profilli komandalarda tam hücum oynamayan, topu rəqibə verən, amma topun da olmalı olduğu rəqiblər. Məsələn, normalda Benfica komandası əslində topla çox oynayan komanda deyil, yəni topu verir rəqibə də. Və bu komanda artıq Qarabağ oyunu topla oynamalıdır. Və bunu yaxşı istifadə edə bilsək bizim avantaja çevrilə bilərdi ki, çevrildi. Sizin təxmin neçə oldu? Toplam neçə xal? Yəni evdəki oyunlardan mən nəticə gözləyirəm. İndi Yox, komandalara toplam baxım. neçə xal olar? Bir dəqiqə komandalara baxım deyim. Misal üçün təxmini deyirəm də təbii ki, Kopenhagendən 3 xal alsaq, məncə Qarabağ dediyim kimi 7 xal yığmaq şansı var. Yəni real şansı var 7 xal. Elmir Ən bəy azı düşünürəm ki, 4 xal və yaxud da 5 xal yığacaq. Emir bəy 6 xal deyin. Efe Baran ən azı 12 xal yığarıq. O belə şeylər var. Deyir 12 xal yığsa mən nə edərəm? Elə şeylər insan deməyə Bir gəlir. şey də deyim, Hüseyn bəy. Bilmirəm. Qarabağ Ayxsla da oynayacaq da Bakıda. Keçənləri əslində Qarabağ Ayxsı uduzmağına Başlamışdı. baxmayaraq yaxşı oyun oynamışdı. Çox yaxşı oyun oynamışdı. Qırmızı Sadəcə o mələkədən qırmızı kart məsələsi bizim oyunumuzu korlamışdı. Yəni mən düşünürəm ki, Qarabağ biraz cəhd eləsə, o zədələnmək söhbəti olmasa, bəlkə də Ayaks məğlub da eləyə bilər. yəni Svensson keçə bilməyən Nico Williams başını oynatacaq. Yəni Atletik Bilbao keçən il qarantiləmişdi. İlk 8-liyi. Atletico Bilbao'ya oyun heç nə lazım deyildi. Beşiktaş bir oyun utdu, havaya girdi. Yəni Atletico Bilbao xal lazım deyildi. Yəni onu udmağın nə mənası var? Yəni belə deyim də, tutam ki, Qarabağ 8-liyə düşə bilməsin, Liverpoolda ikinci heyətlə çıxsın. Məsələn deyirəm. Və Qarabağ Liverpool utsun. Nə olsun? Heç bir əhəmiyyəti yoxdur. Sadəcə pul gələcək. Hə. Yəni başqa heç bir əhəmiyyəti yoxdur. Ölkə xalıdır biraz. Yəni mən Məncə düşünürəm açığı ki, 10 şanslı. xal maksimum olar, amma özü də möcüzədir. Yəni 10 xal gözləmirəm, o qədər inanmıram. Həyat deyə hər şey ola bilər. Yəni bundan sonra Kopenhagen qələbəsi, Ajax qələbəsi, Ya amma ikisindən də qələbə olacağını gözləmirəm. Ya Kopenhagenin, ya Ajaxın hər ikisinə qələbə olacağını mən qətiyyən gözləmirəm. İndi oyun da bu dəfə şanslar gətirdi Qarabağın. Çox yaxşı da oyun oldu, amma hər dəfə belə olacağını düşünmürəm mən. yox, əsl həqiqətdə Qarabağ yaxşı oynadı. Yoxsa Əlbəttə ikincisi. yaxşı oynadı. Yaxşı oynadı, amma rəqibin də ilk hissədə dediyimiz kimi arxanlaşmağa bizə kömək oldu. Mən indi belə faktorlar var, yəni bu çox olubdu. Qalatasaray keçən Rigas uda bilmədi. Ajax uda bilmədi Rigas. Ajax düşdü də ilk 8-də düşdü, yoxsa neçəyə düşdü? Ajax uda bilmədi, Qalatasaray. Ajax uduzdu Rigasa.
Niyə? Yəni biraz arxayınlıq var. Təbii ki, o stadionlar da bərbad, biraz ot örtüyü, süni ot zad nə bilim, bilmirəm tam nə idi. Amma öyle. Qarabağ elə belə komanda deyil. Çox böyük bir qalibiyyət. Bəli. Sizə də təbriklər. İnşallah Qalatasarayın da 4-cü gün nə deyirlər, pazartesi, salı, çarşamba, perşənbə Qalatasarayın da qalibiyyətini kutlarız. Baxaq da mən də demiş olum Efe yəni 10 xal toplasa Qarabağ halaldır. Amma bu təbii ki, ön hazırlıq çox şeyin rolu var. Yəni Qarabağ bu qədər hazırlaşa biləcəkmi digər oyunlara? Hazırlaşmaqdan ötə tətbiq edə biləcək. Və o etdikləri səhvlərdən, məsələn, Qarabağ bu arada 2-0-dan sonra səhvlər elədi. 3-3 gələ bilərdi. 2-1-dən sonra səhv elədi. 3-1 gələ bilərdi. Yəni bu həyatdır. Bəzən o işte o komandanın da dəyərləndirməməsi və s. və yaxud da Qarabağ hər oyun bu qədər kəskin ola biləcəkmi? 5 momentə girib, 6 momentə girib 3 Onu dənə deyirəm qol də, yəni qapdı. bundan sonra mən maksimum bir qələbə gözləyirəm komandadan. Yəni dostlar, yəqin yayımı sonra da izləyənlər olacaq. Bu formatı necə xoşunuza gəlir deyə bilərsiniz. Ümumiyyətlə siz də bu yayımlarda ola bilərsiniz. WhatsApp qrupumuzu təkrar paylaşacağam və WhatsApp qrupuna da qoşula bilərsiniz. Gələcəkdə WhatsApp qrupunun linkini bir də YouTube-da da rəydə paylaşacağam. Siz də gələcəkdə qoşulub, siz də bizim canlı yayımlarımıza qatıla bilərsiniz, rəyləri bildirə bilərsiniz. Bəlkə bir neçə nəfərlə də yayımlar ola bilər gələcəkdə. Baxaq görək. Və yaxud da bugünkü yayım maraqlı oldusa təkrar belə yayım edə bilərik. Eynən, eynən. Bugünkü yayım xoşunuza gəldisə də deyin. O inşallah təkrar yayımlar eləyək. Samir bəyə təkrar yayımlar eləyək. Ümumiyyətlə, yəni hər kəsi də əlimizdən gəldiyi qədər çox insanın yayıma gəlməsinə çalışacağıq. Efeberanı da yayıma gətirəcəyik inşallah. Görək nə olur. Kutulayı da inşallah yayıma qatılacaq. Galatasaray yayımına Kutulayı ilə yaparız. Aynen. 10 puan toplarsa burada şey var ya, ben bunu yaparım falan şeylerine elə şeylerden demiyorlar. Türkçe izleyenler var da arada Türkçe'de bir şeyler deyirik. Belə yaxşı oldu, maraqlı oldu. Mənim üçün də. İzləyənlərin də rəyləri, fikirləri, düşüncələri maraqlı olar. Hər kəs bildirsin. Elə deyilmi? Yayımı bəyənib dəstək olmağı unutmayın. Yayımları paylaşa bilərsiniz. Sizləri də gözləyirik. Sizlərin rəyləriniz. Qatılmaq istədiyinizlə bağlı da rəyləri yaza bilərsiniz videonun altında. İnşallah görüşürüz.